rayonunda yaradılan Xan Yaylağı bu ildə minlərlə insanı bir araya gətirir. Burada təkcə təbiətin gözəlliyi deyil, eyni zamanda milli musiqilərimiz, əsrlərdir qoruduğumuz adət-ənənələrimiz nümayiş etdirilir. Gəlin görək festivalda nələr baş verir. İdman güşələri, əl əməyi ilə hazırlanan məhsullar, ətrafı maraqla izləyən turistlər, əyləncəli vaxt keçirən vətəndaşlar. 5-ci Milli Yaylaq Festivalı bu və digər gözəl görüntülərlə yadda qaldı. Göygöldə Xan Yaylağında orijinal üslubda Yaylaq Yurdu adlı etnoqəsəbədə keçirilən rəngarəng tədbir yerli sakinləri, başqa ölkədən gələn qonaqları, idmançıları, yaradıcı insanları yenə öz ətrafına birləşdirməyi bacardı. İyulun 24-dən başlayan festival 3 gün ərzində yüzlərlə insanı qəbul etdi. Burada istənilən yaş qrupunda insanı hansısa idman növü ilə məşğul olarkən, yaxud təqdim edilən məhsullara baxarkən görmək mümkündür. Hər bir mənim əl işimdir. Kilimdən, xalçadan, milli ornamentli parçalardan işlər hazırlayıram. Maraq necədir bu məhsullara qarşı? Maraq fərqlidir. Bəzi insanlar fikirləşir ki, xalçadan çanta olar, bəziləri isə ona çox böyük dəyər verir və təbii ki, bu mənim üçün də çox böyük qürurdur. 5 ildir biz bu Milli Yaylaq Festivalına iştirak edirik. Sevə-sevə gəlirik hər dəfə. Özümüzün comamız var, comamızı qururuq və bütün 3 gün üçün də iştirak edirik. Nəyə görə biz burada daha çox bəyənib gəlirik? Ona görə ki, burada həqiqətən milli dəyərlərimizi biz göstəririk, təbliğ edirik. Festival təkcə Azərbaycandan deyil, Türk dünyasının müxtəlif ölkələrindən gələn qonaqları da bir araya gətirib. Onların sözlərinə görə belə tədbirlər ortaq mədəni dəyərlərin yaşadılması və xalqlar arasında əlaqənin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bizler Yaylak Festivali'nde bugün için inşallah Mangala Festivali yapacağız. Mangala turnuvası yapacağız. Gençlerimize Mangala'yı tanıtacağız. 5000 yıllık oyunumuzu, kültürümüzü göstereceğiz. Kadim el sanatlarımızın Türk dünyasında Ebru sanatı, tesip sanatı, minyatür sanatını burada göstereceğiz. Gördüğümüz gibi burada standımızda kullanılan el sanatları ile ilgili divanlarımız burada. Yani kültürel okçuluğa katılıyoruz. Kültürel olan bir organizasyon içinde yer almaya çalışıyoruz. Bir vaxtlar yaylaqlarda insanların yaşayış yeri olan yurtlar festivalda yenidən canlandırılıb. Ərazidə qurulan müxtəlif çadırlar da həmin dövrün həyat tərzini ziyarətçilərə yaxından tanıdır. Bizim diqqətimizi isə ərazinin ən başında yerləşən Qacar çadırı çəkdi. Elə biz də içəri daxil olub görək ki, burada nələr nümayiş olunur. Biz hazırda Xan çadırındayıq. Burada da ətraflı məlumat var. Qeyd edilib ki, bu çadır Türk Qacarlar sülaləsinin 3-cü şahı Məhəmməd Şah Qacarın çadırının sürətidir. Əsl çadır isə ABŞ-da İncəsənət Muzeyində qorunub saxlanılır. Bura gələn qonaqlar üçün burada QR kod yaradılıb və gələn qonaqlar, turistlər, xaricilər, eyni zamanda Azərbaycan vətəndaşları bu çadır haqqında ətraflı məlumatı QR kod vasitəsilə əldə edə bilirlər. Xan çadırında Azərbaycanın müxtəlif bölgələrinə məxsus qədim xalçalar nümayiş etdirilir. Yaşı 80-100 ilə çatan bu xalçaların naxışları bugün müasir geyimlərdə də yaşadılır. Kolleksiyamda 500-dən artıq qədim xalçalar mövcuddur. Belə, hamısı Azərbaycana aiddir, müxtəlif türk dövlətlərindən bir-bir nümunələr var. Amma əksəriyyəti gördüyünüz kimi Qarabağ xalçaları, Quba xalçaları, Qazax Gəncə xalçaları, Şirvan xalçaları, Muğan xalçaları, Qərbi Azərbaycan xalçaları, yəni mövcud çoxluq onlardan ibarətdir. Çadırda digər türk xalqlarının mədəniyyətinə də yer ayrılıb. Qaqavuz köşəsində həmin xalqın milli məişəti, əl işləri və mədəniyyətini əks etdirən nümunələr sərgilənirdi. Qədim idman növləri də festivalın ən maraqlı güşələrindən biri idi. İştirakçılar təkcə izləməklə kifayətlənmir, həm də bu ənənələri özləri sınaqdan keçirirdilər. Milli irsimizin qorunduğu bu festivalda türk ənənəvi oxçuluğu da böyük maraq doğurur. Görək, mən bu ənənədə nə dərəcədə uğurlu ola biləcəm? Beləliklə 3 gün ərzində 5-ci Milli Yaylaq Festivalının ab-havasını yaşadıq. Milli ənənələrlə tanış olduq, yeni təcrübələr qazandıq və gözəl anlara şahid olduq. Oxumuz hədəfə dəyməsə də əsl hədəfimiz buradakı ab-havanı və emosiyanı sizə çatdırmaq idi. Günlarə Sadıqova, İsa Məmmədov, Real.